İran səfirindən Ermənistana xəbərdarlıq. Bu yaddaşda qalacaq dedi. 14 yanvar tarixli və gündəm xəbərinin efirində bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, İranın Ermənistandakı səfiri Xəlil Şirqulami Sputnik Armeniya saytının müsahibəsi zamanı İrandakı etirazlarla bağlı mübahisəli bir açıqlama verib. O bildirib ki, Tehranda Ermənistanın İrana düşmən qüvvələr üçün mərkəzə çevrildiyi barədə təsəvvür formalaşır. Səfirin sözlərinə görə İranda davam edən etirazlar uğur qazanacağı təqdirdə zərər görən tərəflərdən biri də Ermənistan olacaq. O bu fikirləri ilə etirazların regional nəticələr doğura biləcəyini də iddia eləyib. Xəlil Şirqulami, habelə şənbə günündən etibarən Ermənistandakı İran səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarından, səsləndirilən hörmətsiz və təhqiramiz şüarlardan da narahatlığını dilə gətirib. Səfir bu cür addımların İran cəmiyyətinin yaddaşında qalacağını vurğulayıb və Tehranın çətin dövrlərdə Ermənistanın yanında olduğunu bir daha xatırlatmış olub.